Salam xanımlar, hər vaxtınız xeyir olsun inşallah. Xoş gəldiniz mənim yeni vloquma, yeni videoma. Uzun zamandır ki, mən vloq paylaşmırdım. Bəzi texniki səbəblərə görə inşallah indi sizə bitmiş məhsullar haqqında danışacağım. Hansı məhsulları yeniləyəcəm, hansı məhsulları stop deyəcəm inşallah və sizə hansı məhsulları tövsiyə edəcəm. İnşallah birlikdə baxaq. Öncə bu ətirdən başlamaq istəyirəm. Festa Davide ətri çox xanımların sevimlisidir, amma mənim üçün sınaq olaraq qaldı. Yəni bunu bitirdim, yeniləmədim, yeniləmək fikrimdə yoxdur. Yəni o qədər də valeh edici bir ətri yoxdur mənim üçün. Aromania Violet ətri məni uşaqlığıma qaytardı, belə deyim sizə ki, yəni uşaqlığına qayıtmaq istəyən Yasəmən ətri, belə başqa bir özəlliyi yoxdur. Beauty Cafe ətri, Beauty Cafe'nin məndə 50 millisi var artıq, ona görə belə 30 millisini almayacağım. Beauty Cafe Capri ətri isə mənim Faberlicdə artıq favori ətrimdir. Faberlicə gələn bir gündən istifadə edirəm bundan. Və mən bu ətrin ikincisini də artıq bitirmək üzrəyəm. Və mənim favori ətrimdir, yəni heç vaxt bundan vaz keçmərəm. Keçək kremlərə. Love seriyasından olan əl kremi Faberlicə yeni gələndə ilk aldığım kremlərdən idi. Doğrudan da çox gözəl qoxusu var. Əlləri də yumuşaq edir. Amma yeni kremlər sınamaq istəyirəm. Ona görə bu kremi də yeniləməyəcəm. Vitamania seriyasından olan qarpız və yemişli olan əl kremi. Bu krem də çox gözəldir. Çox gözəl nəm saxlayır əli. Amma dediyim kimi yeni kremlər axtardığıma görə bu kremi də yeniləməyəcəm. Övladlarım üçün aldığım Umo seriyasından olan rəngli sabun çox gözəldir. İnşallah bundan yaya doğru yenə alacağım uşaqlar üçün. Paltarda və yaxud da kafedə hər hansı bir iz buraxmır. Yəni ala bilərsiniz rahat şəkildə. Hyaluronka seriyasından olan gecə və gündüz kremləri çox gözəldir. Doğrudan da bir damcısı ilə üzü çox gözəl nəmləndirir və gün boyu da nəm saxlayır. Elə də gecə kremi, yəni gecə boyunca üzünüzü nəm saxlayır. Qırışlara qarşı qoruyur. Yəni tövsiyə edirəm. Xüsusən də üz dərisi quru olan xanımlara tövsiyə edirəm. Bayaqki ətrin duş geli, Beauty Cafe Capri ətrinin duş geli çox möhtəşəmdir. Ətrini çox sevdim, duş gelini də çox sevdim, amma yeniləməyəcəm. Çünki başqa duş gelləri də sınamaq istəyirəm. Portojur ətrinin duş geli, bunu da çox sevdim. Əslində bunu yeniləyə bilərəm, çünki bunu lap çox sevdim ətrini. Ətri bir başqa gözəldir, duş geli isə bir başqa gözəl qoxuyur. Və universal dırnaq silmə üçün vasitə nə deyim buna? Aston. Yəni çox gözəl təmizləyir dırnaqdan boyanı, yəni necə deyim? Uzun uzadı sürtməyə ehtiyac yoxdur. Yəni bir toxunuşla belə dırnağınızdan boyanı rahat şəkildə təmizləyəcək. Store d'Amour seriyasından olan yummaq üçün gel və sprey. Yəni hər ikisi çox gözəldir. Bu seriyadan yox, amma başqa seriyadan bu cür vasitələr var. İnşallah onlardan istifadə etmək üçün alacağım. Yəni bunları yeniləmək kimi fikrim yoxdur. Bir çox məhsulu yeniləmək fikrim yoxdur. Baxdıqlarımızı indirək, bizə rahat olsun. Faberlicom seriyasından olan belə qab şampunu 0+ uşaqlar üçün də istifadə edə bilərsiniz. Marketlərdən aldığımız eynən Fairy kimidir. Yəni qabları çox gözəl yuyur. Bu seriya yenidir. Artıq 4-5 kataloqda ki çıxıb, amma ən çox satılan seriyadır. Çox gözəl qoxusu var və çox gözəl də qabları təmizləyir. Bu isə Faberlic seriyasından olan ballı saç şampunudur. Bunu yeniləməyəcəm, çünki balın qoxusunu o qədər də çox sevmirəm. Sınamaq üçün almışdım. Saçlarımı elə, necə deyim, nə yıpratmadı, nə bir faydasını görmədim. Sadə şampun, təmizlənmək üçün sadə bir şampun. Bəlkə bəzi xanımların saçlarına
təsir edə bilər, amma mənim üçün elə də bir fərqi olmadı. Övladlarım üçün aldığım Lovely Moments seriyasından olan duş geli, artıq bunu yeniləmişəm. Birini bitirdik və birini də açmışam. Çox sevilir. Doğrudan da çox gözəl qoxusu var. Üzərinə də qeyd ediblər ki, yəni varinə deyil, duş gelidir. Yəni o qədər gözəl qoxusu var ki, sanki varinə yeyirsənmiş kimi hiss edirsən. Və yenə Omo seriyasından olan övladlarım üçün aldığım şampun və bəzəm ikisi birində. Çox gözəldir. Bu seriyanın yenisi çıxıb. Moruqlu aycıqlı seriyasından övladlarım üçün almışam. Və Ideo seriyasından olan 2 ədəd antiperspirant, biri dezodorant, biri isə deyircəkli. Hər ikisini çox sevdim. Xüsusən də Ideo'nun deyircəkli olanını. Çünki necə deyim sizə, həm daha uzun müddət istifadə edirəm, həm də ki, məni spreylər qədər incitmir. Spreylər bir qədər məni incidir, fərqi yoxdur hansı spreydir. Ona görə seçimim Ideo'nun belə dezodorantlarıdır, antiperspirantlarıdır daha doğrusu. Artıq bunu mən La Creme seriyasından olan şəftəlili antiperspirantla əvəzləmişəm. O da çox gözəldir. Qoxusu çox gözəldir. Teksturası da həmçinin. Və Miskini seriyasından olan göz ətrafı üçün krem. Doğrudan da çox gözəldir, amma artıq bu seriyadan gəlmir. Bilmirəm, bəlkə şirkət yenə istehsal edəcək, amma artıq bir ilə yaxındır ki, bu seriyadan gəlmir. Bu mənim necə deyim, ehtiyatımda idi. Ona görə indiyə qədər qalıb məndə. Lovely Moments seriyasından olan uşaqlar üçün nəmləndirici krem. Universal kremdir, yəni əl, üz, bədən üçün istifadə edə bilərsiniz. Teksturası və keyfiyyəti çox gözəldir. Sadəcə bir mənfi cəhəti var ki, aşırı dərəcədə kokos qoxuyur. Baxmayaraq ki, kokos sevirəm, amma ki, məni narahat etdi. Bu uşaqlara istifadə etsəm də məni narahat etdi. Dibində biraz qalıb, həm də ki, istifadə müddəti bitib artıq, ona görə bu kremə də əlvida. Bunu da Omo seriyasından olan yeni çıxmış aycıqlı kremlə əvəz etmişəm. Nə qaldı burada bizdə? Belə bir dırnaq boyası. Bu boyanı hardasa bir dəfə istifadə etdim mən. Çünki uşaqlarım imkan vermədi istifadə etməyə. Tökdülər, içi boşdu. Dibində bir damcı qalıb və quruyub. Öz oyuncaqlarını boyadılar bundan. Rəngini çox sevirdim, amma heyf oldu, getdi. Və ICO seriyasından olan belə göz ətrafı üçün patçilər. Artıq bunu bitirmişəm. Və Aksologiyadan olan patçilərdən sifariş etmişəm. Hələ ki istifadə etməmişəm, amma ona görə sizə effektini deyə bilmirəm. Bu isə Lovely seriyasından olan əl, üz və bədən üçün olan universal kremdir. Bunu da bitirmişəm. Bitməyini buradan da bilərsiniz ki, baxın, övladlarım həmən üzünü soyub. Mənə oxşayıblar, hər şeyi mütləq soymalıdırlar. Mənə elə gəlir ki, artıq sizə göstərəcəyim heç bir şey qalmadı. İnşallah gələn vlogumda isə sizinlə birlikdə yeni məhsulları, istifadə etdiyim məhsulları bölüşəcəm. Uzun zamandır vlog çəkmədiyimə görə biraz həyəcanlıyam. Həm də belə məhsullar haqqında vlog çəkməmişdim. Qüsurlarım oldusa üzrlü sayın. İnşallah yeni vloglarda görüşərik. Hələlik videonu like etməyi, kanalımıza abunə deyilsə abunə olmağı və rəylərdə fikrinizi bildirməyi unutmayın. Hələlik.